Azərbaycanın qədim və milli bayramlarından biri olan Novruz özünə məxsus adətləri ilə də sevilir. Bu bayramı xüsusi edən ənənələrimiz illərdir qorunub saxlanılır. Yosan bir oyun eylər, buzunu qoyun eylər. Yazın gəlişini tərənnüm edən atributlar hər yerdə eyni olsa da, bölgələrdə bayram fərqli şəkildə qeyd olunur. Hörmət rayonunda Novruz bayramı tam fərqli şəkildə qeyd olunur. Xüsusiləşdirən əsaslar isə xan bəzəmə mərasiminin təşkil edilməsidir. Xan bəzəmə mərasimində bir nəfər xan seçilir və o 3 gün əsil xan kimi geyindirilir, başına tac qoyulur. Meydanda hündür bir taxt düzəldib xanı ora dəvət edirlər. 2 nəfər xanı yelpiklə yelləyir, hətta onun yanında cəlladı belə olur. Kim istəyir, könüllü ona qulluqçu olur. Bizim rayonumuzda ta qədim zamanlardan biz elə gözümüzü açandan görmüşük ki, bizdə xan bəzəyərlər. Həmişə rayonun, kəndin seçilmiş adamlarından birini xan bəzəyərdilər. Həm də gizli saxlayardılar o bəzənməni ki, kim olacağını demirdilər. Xan həmişə ədaləti ilə öz hökmünü sürərdi. Kimisi cərmələyərdi, pis yola gedənləri, nə bilim oğurluq eləyənlərin, kimisi incidənləri cərmələyərdilər. Amma mütləq o cərməni alırdılar həqiqətən də. Cərməni ödəməyənlər də böyük bir ağacdan dar ağacı təşkil edirdilər, oradan asırdılar. Məsələn, ürəyə keçəndə həmən vaxt həkim də bəzirdilər, həkimlər də olurdu. Gəlirdi güya, onu sağaldırdı. Qız gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzülür. Xanın əmrinə hamı tabe olur. Hər öz qabiliyyətini nümayiş etdirir. Arada tərxəklər gəlib xanı güldürməyə çalışırlar. Xan isə gərək ciddiliyini qorusun, gülməsin. Əgər gülsə, onu hovuzdakı suya basırlar. Sonra təzə xan seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər xan 3 gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır. Mən bu 3 gün ərzində çalışdığım qədər ədalətli xan olacağam. Ədalətli qərarlar verəcəm. Küçülləri barışdırırıq. Bayram ərəfəsində xan şəhərin icra başçısı ilə də yumurta döyüşdürür. Hazırlanmış bayram tədbirində çıxışlara baxır. Ceyhun Məmmədov, Əli Xudiyev, Nuray Qədirli, APTV. Bayramınız bir daha mübarək. APTV-yə atəşli salamlar.